Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugünkü gün sizlərə Park Kristal Abşeron Yasamal 2 layihəsindən sizlərə yeni bir mənzil təqdim edirəm. Nəzərinizə çatdırmaq istəyirəm, dəyərli izləyicilər, mənzildə təmirdən sonra yaşayış olmayıb, binada yaşayış var, qaz, su, işıq daimidir, sənəd, kupsa çıxarış. Dəyərli izləyicilər, biz hal-hazırda mənzilimizin xol hissəsindəyik. Kifayət qədər geniş ölçüyə malik xol hissəsi var. Ayrıca camaşırxana üçün yeri, qardırov yerimiz, mənzilimizin giriş hissəsi. Nəzərinizə çatdırmaq istəyirəm. Mənzilimiz tam göl mənzərəli mənzildir. Dəyərli izləyicilər, hal-hazırda sizə mənzilimizin mətbəxini təqdim edirəm. Mətbəximiz çox geniş, binada qaz var, kombi sarğacı quraşdırılıb, tam göl mənzərəli mənzildir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu ərazidə göl mənzərəli mənzil tapmaq çox çətindir. Mənzilimizin yerləşdiyi mərtəbə 14 mərtəbəli binanın 6-cı mərtəbəsi, qanuni 4 otaq, ümumi sahəsi 120 kvadrat. İndi isə sizlərə mənzilimizin çox geniş qonaq otağını təqdim edirəm. Tam vitraj pəncərəli mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, Kristal Abşeron ümumi sahəsi 2 hektar olan ərazisi, 24 saatlıq mühafizə xidməti və 2 mərtəbəli avtomobil parkingi vardır. İndi isə sizlərə növbəti bir otağı təqdim edirəm. Növbəti bir otaq mənzilimizin valideyn yataq otağıdır. Ayrıca sanitar qovşağı da vardır. Tam orta mənzildir. Mənzilimizin valideyn yataq otağı, tam vitraj pəncərə. Bir daha nəzərinizə çatdırmaq istəyirəm. Mənzilimiz Yasamal rayonu 3 saylı Asan Xidmət Mərkəzinin arxasında yerləşən Park Kristal Abşeron 14 mərtəbəli binanın 6-cı mərtəbəsi. Ümumi sahəsi 120 kvadrat olan qanuni 4 otaqlı mənzil sizə təqdim edirəm. Növbəti bir otağımız. Növbəti sanitar qovşağı. Dəyərli izləyicilər, növbəti otağımız. Bu da otaqda kifayət qədər geniş ölçüyə malikdir. Nəzərinizə çatdırmaq istəyirəm, mənzildə təmirdən sonra yaşayış olmayıb. Mənzilin start qiyməti 353.000 manat. Nəzərinizə çatdırmaq istəyirəm ki, bazar dəyərindən ucuzdur. Əlavə məlumat üçün aşağıda qeyd olunmuş telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, növbəti videolarda görüşənə qədər.